Dear football friends, welcome to our video feedback from matchday 10. Today we discuss 5 match important situations of the match day, and from the 5 important match situations, we had 2 situations with goal line decisions. One goal line decision was in the game Karvan-Zira, and the second was in Turan against Shamahi. These were decisions taken by the referee team, but as you know, without goal line technology. Let's have a look all together. İmişlinin 9 nömrəli hücumçusuna uzun ötürmə verilir və o topla qapıya doğru hərəkət edir. Qarabağın qapıçısı qapıdan çıxsa da topa oynamağa gecikir. İmişlinin hücumçusu topa zərbə vurduqdan sonra qapıçı cərimə meydançasında onun ayağına zərbə indirilir. Hakim qapıdan zərbə təyin edir. VAR görüntüləri nəzərdən keçirir və hakimi monitora baxmağa dəvət edir. Çünki hücumçu topa toxunduqdan sonra Qarabağın qapıçısı kobudluq edib. Hakim düzgün olaraq penalti təyin edir və düşüncəsiz qayda pozuntusuna görə qapıçıya sarı vərəqə göstərir. Karvanın 21 nömrəli oyuncusu cərimə meydançasının kənarından cərimə zərbəsi ilə topu birbaşa qapıya doğru vurur. Qapıçı topun qapıya daxil olmasına mane olmağa çalışır, lakin bunu qapı xəttindən içəridə edir. Hakim və köməkçi hakim topun qapı xəttini tamamilə keçdiyinə qərar verir və qol qeydə alınır. VAR görüntüləri nəzərdən keçirir və topun qapı xəttini tamamilə keçdiyini görür. VAR hakimin qərarını təsdiqləyir. Düzgün qol qərarı. Neftçinin hücumu zamanı Kəpəzin 88 nömrəli müdafiəçisi cərimə meydançasından kənarda rəqibin 10 nömrəli hücumçusunun qolundan tutur. Hadisələr cərimə meydançası daxilində davam edərkən o arxadan Neftçinin hücumçusunun sağ ayağına vurur. Nəticədə hücumçu yerə yıxılır. Hakim oyunu davam etdirir. VAR epizodu nəzərdən keçirir və hakimi monitora baxmağa dəvət edir. Baş hakim epizoda baxdıqdan sonra düzgün olaraq Kəpəzin qapısına penalti təyin edir. Şamaxı cərimə zərbəsini yerinə yetirir və top qapı qarşısına ötürülür. Topu Şamaxının 3 nömrəli oyuncusu saxlayır və qapıya zərbə endirir. Top qapının üstündən keçir və hakim qapıdan zərbə təyin edir. VAR epizodu nəzərdən keçirir. Turan Tovuzun oyuncusu topla oynamağa cəhd edir, lakin gecikir və qapıya zərbədən sonra Turan Tovuzun oyuncusu topa yox, Şamaxının oyuncusunun ayağına zərbə vurur. VAR hakimi monitora dəvət edir və görüntülərə baxdıqdan sonra hakim düzgün olaraq penalti təyin edir. Turan Tovuzun hücumu zamanı uzun ötürmədən sonra bu komandanın 19 nömrəli oyuncusu qapıya zərbə endirir. Top əvvəlcə qapı telinə, sonra yerə dəyir və top qapı xəttini keçdiyindən hakimlər briqadası qolu qeydə almaq qərarına gəlir. VAR görüntüləri nəzərdən keçirir və hakimin qərarını təsdiqləyir. Görüntülərdə topun qapı xəttini keçərək meydançaya döndüyü görünür. Hakim düzgün qərar verib.